Salamlar əziz şagirdlər. Bu günləri 2 gün sonra bildiyimiz kimi RFO finalçılarının, yəni RFO medal qazananların Beynəlxalq Olimpiadalar Mərkəzinə seçmə imtahanı təşkil olunacaq. Bizim əlimizdə də həm 2022-nin, həm də 2024-ün seçmə imtahanının sualları var. Mən onları tərcümə edib latex formasına salmışam. İstəyərdim ki, 2024-ün suallarını bugün izah edeyim. Əgər vaxt qalarsa, böyük ehtimal 2022-dən də ilk 3 sualı izah etməyə çalışacağam. Gəlin başlayaq ilk sualla. İki çevrə kəsişirlər D və Y nöqtələrində. B və C nöqtələrini elə seçirlər ki, B, D, C nöqtələr bir düz xətt üzərindədir. Bunları C1 və C2 ilə seçirlər. Həmçinin BD ilə də DC bir-birinə bərabərdir. B və C nöqtələrinin C1 və C2 çevrələrinə çəkilmiş toxunan xəttlər A nöqtəsində kəsişirlər və isbat etməliyik ki, DA vurulsun DY bərabərdir DC kvadrat. Biz birazdan bir daha şərtə gələrik və yaxud da mən bunu qeyd edərəm. Şəklimizdə mən təsvir eləmişəm. Bizə verib BD ilə DC bərabərdir. Onlar bir düz xətt üzərindədirlər. Həmçinin AB ilə AC ilə toxunandır. Toxunanlar çəkilibdir. Hər çevrədən kəsişiblər A-da. Bizdən soruşur ki, AD vurulsun. Gəlin biraz qalmışdıraq. AD vurulsun DY bərabər nəyə? DC kvadratına. DC kvadratına. Suala başlamazdan qabaq mən bu ifadəyə baxanda əslində nəyi isbat eləməli olduğumuzu bir növ təxmin eləyə bildim. Necə? Gəlin birinci bu AD-ni çəkək. Və mən isbat eləməli olduğumuz şeyi necə tapdım? Əgər bu DC-nin birini bu tərəfə, DY-ni isə bu tərəfə atsam nə alınacaq? AD bölünsün DC bərabərdir DC bölünsün DY. Tamam. Bu nə deməkdir? AD bölünsün DC bərabərdir DC bölünsün DY. Sanki YDC üçbucağı ilə DCA üçbucağı oxşardı ki, bu şərt ödənibdir. Bu bir təxmindir. Əslində biz təxmin elədiyimiz şey, yəni ADC ilə YDC arasında oxşarlığı isbat edə bilsək, bəlkə də məsələ bitəcək. Ona görə məqsədimizi bu yöndə tutacağıq. Yəni bizim intuisiyamız bir növ bu cavabdan bura gələcək. Öncəliklə bizim toxunanlarımız var. Biz ən sonda BD ilə DC-nin bərabər olmasının şərtini istifadə edəcəyik. Ondan öncə AB ilə AC-nin toxunan olmaqları şərtini istifadə edək. Gəlin bir də maraqlı rəng seçək. Qırmızı. Toxunandır. Əgər AC toxunandır çevrəyə və YDC də həmin çevrənin içində bir üçbucaqdırsa, biz toxunan qaydasına görə bilirik ki, bu bucağa bərabərdir. Oxşar məntiqlə və yaxud da eyni məntiqlə bura yaşıldırsa, burada yaşıldır. Tamam. Bu şəkildə baxanda hal-hazırda çox bir şey görmürük, amma əslində bir claimimiz ortaya çıxır. Əgər buna bir alfa, gəlin qaraya keçək, buna alfa, buna beta desəm, fikir verin, bu alfadır, bu betadır, bəs bu bucaq haqqında nə deyə bilərik? Bu alfadır, bu betadırsa, bu bucaq əslində 180 çıxılsın, alfa plus betadır. Və bizə bu nə məlumat verir? Bura 180 çıx alfa plus betadırsa, bura alfa plus betadırsa, qarşı tərəflərin cəmi 180 olduğu üçün biz buradan göstərmiş oluruq ki, BAC ilə BYC-nin cəmi 180 olduğundan bu ABYC 4 nöqtəsi ABYC 4 nöqtəsi konsayklikdir. Konsayklik nə deməkdir? Bir çevrə üzərində yerləşirlər. İngiliscəsində konsayklik və yaxud da sayklik ifadəsi tez-tez istifadə olunur. Aha, biz tapdıq ki, nədir? ABYC konsayklikdir. İndi biz bunu istifadə edib məsələmizə davam edəcəyik. Biz isbat elədik ki, ABYC konsayklikdir. Yəni onların xaricinə çevrə çəkmək mümkündür. Və biz xaricinə çevrə çəkmək mümkündür ifadəsini başqa cür istifadə edəcəyik. Gəlin ona baxaq. YA diaqonalını çəkək. YA diaqonalını. Və eyni qövsə baxan bucaqları araşdıraq. Məsələn, gəlin bura beta deyək. Onda burada betadır. Gəlin bura alfa deyək. Bayaqları qeyd elədik ki, bura alfadırsa, burada alfadır. Tamam.
Bəs başqa nə alfadır? Həmçinin CBA hansı qövsə baxır? AC qövsünə. Elə bir burada bir dənə qövs var, təsəvvür edin. O qövsə baxan başqa bucaq kimdir? CYA. Yəni bu bucağın da alfa olduğunu deyə bilərik. İndi fikir verin. Burada alfa var, burada beta var. Burada alfa var, burada beta var. Onda biz buradan nə deyə bilərik? BYD üçbucağında alfa beta var. YAC üçbucağında alfa beta var. Deməli, onlar bucaq-bucaq əlamətinə görə oxşardır. Gəlin, onu da qeyd edək. Deməli, ikinci nəticəmiz oldu ki, BYD YAC-yə oxşardır. Bucaq-bucaq əlamətinə görə. Onu da gəlin məsələni bitirməyə çalışaq. Gəlin BYD ilə YAC-nin oxşarlıqlarını istifadə edək. Bura alfadır, elə alfaları gəlin silməyək. Burada alfa idi bayaqları. Və burada beta idi. Onda biz nəyin oxşarlığını istifadə edə bilərik? Bizə YA maraqlı deyil, amma YC ilə CA ilə çox maraqlanırıq. Onda gəlin alfanın qarşısı ilə betanın qarşısının nisbətini tapaq. Bu üç bucaqda alfa ilə betanın qarşılarının nisbəti bərabərdir. AC bölünsün YC. YBD üç bucağında isə B7 üç bucağında isə alfa ilə betanın qabaqlarının nisbəti nəyə bərabərdir? BD bölünsün 7. Amma biz burada axırıncı əlimizdə olan faktı, yəni BD ilə DC-nin bərabərliyini istifadə edəcəyik. BD-nin yerinə yazırıq nəyi? DC bölünsün 7. Əlimizdə bu faktlar var. AC böl YC, DC böl 7. Və biz bunu yerlərini dəyişərək daha mənalı bir şeyə gətirə bilərik. Daha mənalı şey nədir? YD-ni keçirək bura, AC-ni keçirək bura. Buradan alınır YD böl YC bərabərdir DC böl AC. Bu nə deməkdir? YD böl YC bərabərdir DC böl AC, DC böl AC. Yəni yan tərəflərin nisbətləri bərabərdir. Biz burada şübhələnə bilərik ki, aha, YDC ADC-yə oxşardır. Xeyr. Bunu deməzdən qabaq bizim oxşarlığımızın ödənməsi üçün üçüncü bir şey də, faktor da lazımdır. Yəni iki tərəf və onların arasında qalan bucaq da bərabər olmalıdır. İki tərəflərin nisbətləri bərabərdir. Bu şərt ödənir və onların arasında qalan bucaq nədir? Fikir versəniz, biz bayaqları dedik ki, DYC üç bucağı var və CA ona toxunur. Onda biz bu bucaqla bu bucağın bərabər olduğunu dedik. Həqiqətən də YD ilə YC-nin arası belə bir X bucağıdır. DC ilə də CA-nın arası toxunan qaydasına görə X bucağıdır. Deməli, onların arasındakı bucaqlar da bərabərdir. Biz buradan göstəririk ki, YDC oxşardır ADC. YDC ilə ADC oxşar olanda biz buradan əvvəlki nəticəyə gələ bilərik ki, AD ilə DC-nin nisbəti DC ilə DY-nin nisbətinə bərabərdir və oradan da axtardığımız cavaba gəlib çata bilərik. Bununla da məsələ tamam oldu. Biz bir daha gəlin təkrarlayaq. Nə elədik? ABYC-nin konsayklik, yəni bir çevrə üzərində yerləşdiyini tapdıq. Bucaqların oxşarlığından tapdıq ki, yəni alfa betalarını tapdıq. BYD ilə YAC oxşardır. Sonra isə bu oxşarlıqdan tapdıq ki, AC, YC, BD, YD-yə bərabərdir. BD ilə DC-nin bərabərliyini istifadə edib DC böl YD-ni tapdıq. Və buradan da sona gəlib çatdıq ki, YDC ilə ADC oxşardır. Oradan da cavabımız çıxdı. İlk sual idi. Asan olması normaldır. Gəlin keçək digər sualımıza. Elə bütün f həqiqi ədədlərdən həqiqi ədədlərə funksiyasını tapın ki, istənilən həqiqi x və y ədədləri üçün aşağıdakı bərabərliyi ödənsin. f(x) gəl x(y) bərabərdir x f(y) plus 1. Sualımız göz önündə olsun və isbata başlayaq. Mənim ağlıma gələn ən maraqlı ilk faktor nədir? İlk cavab nədir? Daha doğrusu bu sualın cavabını təxmin etməyə çalışsam, funksiyanın birinci sabit funksiya olduğunu fikirləşərəm. Yəni funksiya sabitdir. İlk ağlıma gələn hal nədir? Funksiya sabitdir. Yəni hansısa bir c ədədinə bərabərdir. Əgər funksiya sabit olsa, sol tərəf c-yə, sağ tərəf isə x vur c-yə bərabərdir. Amma x istənilən ədəd olanda bu şərt ödənməlidir deyə x 0 olanda c bərabər 0 tapılır.
Onda bu funksiyanın həllərindən biri nədir? F bərabərdir 0 funksiyası. Yəni istənilən x qiymətində f sabit 0-a bərabər olsa, məsələnin həllərindən biri budur. Tamam. Bu həlli niyə ilk aradan çıxardım? İndi sizə izahını deyəcəm. Çünki mən ikinci qayda olaraq ən az bir dənə k ədədi istəyirəm ki, fk fərqlidir 0. Yəni bu qaydanı bunu tətbiq eləmək istəyirəm ki, bunu aradan çıxarıb bunu tətbiq eləyə bilim. Yəni elə bir k mövcud olsun ki, 0-da kəsişmir. Mən bunu istifadə edəcəm. Necə? Bu cür. Y-nin yerinə gəlin birinci qoyuruq, birinci qoyacağıq. Y bərabərdir. Y-nin yerinə yazırıq. K çıxı 1. Y K çıxı 1-ə bərabər olsa nə baş verir? Sol tərəfdə nə baş verir mənə maraqlı deyil. Mənə maraqlıdır f nöqtə 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 bərabər nəyə? X vurulsun fk-ya. Və fk da 0-dan fərqli bir sabit ədəd olsun, xc olsun. Tamam. Buradan nə nəticə çıxdı? Buradan o nəticə çıxdı ki, funksiyaya hər hansısa bir x qiyməti verib, istənilən x ədədini almaq mümkündür. Yəni, siz həqiqət ədədlər çoxluğunda istənilən ədədi x-in yerinə ədəd qoyub təyin edə bilərik. Yəni, x-in yerinə ürəyimiz istəyən nəsə verib, f funksiyasından həmin ədədi ala bilərik. Biz buna suryektivlik deyirik. Yəni, istənilən həqiqi ədədin, yəni real və image hissəsi var. Bu image hissəsi, yəni təsvir hissəsində istənilən qiyməti almaq mümkündürsə, məsələn, biz funksiyalarını öyrənmişdik. Funksiyalar bu cürdür. X var, Y var. Suryektivlik ondan danışır ki, buradakı nöqtələrin heç biri boş deyil. Yəni, elə bir həmişə x var ki, bu nöqtəyə gəlir. Elə bir x var ki, bu nöqtəyə gəlir. Hətta elə bir x var ki, eyni nöqtəyə 2 dəfə gəlir, 3 dəfə gəlir. Amma əsas məqsəd odur ki, bu y-dəki heç bir nöqtə boş qalmasın. Və f hər hansısa bir şey, yəni f sual bərabərdir xc bizə onu verir ki, bu suryektivlik ödənir. Çünki xc istənilən ədədə bərabər edilə bilər. Onda biz nə elədik? Claim elədik ki, claim f suryektivdir. Suryektiv. F'in suryektivliyindən sonra F'in injektivliyini tapıb məsələni bitirməyə çalışacağam. Tamam, F suryektivdir. İndi mən başqa bir şeyə fokuslanmaq istəyirəm. Hələlik bu əlimizdə qalsın. Mənim fokuslanmaq istədiyim digər şey x-in 0 olduğu nöqtədir. X bərabər 0. X 0 olanı nə tapılır? F0 F0 bərabərdir 0. Tamam. F0-ın 0 olduğunu da istifadə eləmək istəyirəm. Çünki yeni bir məlumat kimi tapdım. Bunu da hardasa istifadə eləmək istəyirəm. Ona görə də mən x-in yerinə də F0 qoya bilərəm. Y-in yerində F0 qoyub bu funksiyalardan birini sıfırlaşdıra bilərəm. Bu mənə daha çox mane olduğu üçün, həmçinin bunu da yoxladığım üçün birinci Y-in yerinə F0 qoyacağam. Onda Y-in yerinə qoyuram F0. Biz nə alırıq? Y-in yerinə F0 qoyanda bu ifadə sıfırlanır. Burada ancaq ffx qalır. ffx. ffx bərabərdir nəyə? X vurulsun, f vur, f0 plus 1. X vurulsun, f vurulsun, f0 plus 1. Tamam. Əslinə baxanda biz ffx bərabərdir x-in həm suryektiv, həm də injektiv olduğunu bilirik riyaziyyatda. Amma onun isbatını da verəcəm. Yəni, ən azından injektiv olan hissəsinin isbatını verəcəm. Sadəcə bir maneə var. Bu ifadə haqqında bir məlumatım yoxdur. Əgər bu ifadə sıfırdırsa, bu biraz mənə problem yaradacaq ki, funksiya sabitdir. Mən injektivlik haqqında çox da bir şey deyə bilməyəcəm. Bəlkə də o da injektiv sayılır. Amma mən hal-hazırda bu məsələni problem kimi görürəm. Amma mən isbat edəcəm ki, əslində bu ifadə sıfırdan fərqlidir. Necə? Bu arada bu k-nın da sıfırdan fərqli olduğunu fikirləşdik hələ ki. Ya da onu qeyd eləməyək. Necə isbat edəcəm? Mənim yadımdadırsa bir f-kam var idi ki, sıfıra bərabər deyildi. Düzdür? Mən dedim ki, mənim funksiyam suryektivdir. Suryektiv nə deməkdir? İstənilən qiyməti alır.
onda mən elə bir A qiyməti götürəcəm ki, FA bərabərdir K olsun. Əgər FA bərabərdir K-dırsa, X-in yerinə A qoyuram, bu ifadə nəyə dönüşür? K-ya. FK bərabər nəyə? A vurulsun, buna bir C ya da elə yazaq özün. F vurulsun F0 plus 1. Buradan nə nəticə çıxdı? Buradan nəticə çıxdı ki, bu ifadə sıfırdan fərqli olduğu üçün gərək bu ifadə sıfırdan fərqli olsun. Onda bu ifadə sıfırdan fərqli, bu ifadə sıfırdan fərqli, deməli bu ifadə də sıfırdan fərqlidir. İspat olundu. Gözəl. Onda nə nəticə çıxır? Gəlin buna bir dənə C deyək. FFX deməli claim və yaxud da 3 yazaq. FFX bərabər nəyə? Cx-ə. Və bu ifadə inyektivdir. Necə ispat olunur inyektivlik? İnyektivlik nə deməkdir birinci? Əgər hər hansısa bir iki funksiya varsa, fa və fb, onda məcburdur ki, bunların içləri bərabər olsun deməkdir. Yəni, a bərabərdir b. 100% bu cür olmalıdır. Məsəl üçün, yadınızda belə bir şey bilirsinizmi? X kub bərabərdir 3-ün kubudursa, məcburdur ki, x-dan 3 bərabər olsun. X bərabərdir 3 olsun. Amma məsələn, inyektiv olmayan şeylər də var. Məsələn, x kvadrat 4-dürsə, bu o demək deyil, 4 yox, 2-nin kvadratı. Əgər x kvadrat 2-nin kvadratıdırsa, bu o demək deyil ki, x 2 olsun. X bərabərdir 2 də ola bilər, x bərabərdir -2 də ola bilər. Yəni, ən azından funksiyanın bir nöqtəsi 2 dənə x-a tabe olmasın. İnyektivlik bunu deyir. Tamam. F-A bərabərdir FB veriləndə A-nın B-yə bərabər olduğunu ispat etmək lazımdır. Onu gəlin ispat edək. Əgər F-A bərabərdirsə FB-yə, hər iki tərəfin funksiyasını götürürəm, hər tərəfi F-dən götürürəm. FFA bərabər olmalıdır FFB-yə. Burada da bir problem yoxdur. FFA-nın FFB-yə bərabər olmağı nə deməkdir? FFA nəyə bərabərdir? Bura A qoysam AX-ə bərabər. Daha sonra CA-yə bərabərdir və yaxud da AC-yə. Bura bərabərdir AC-yə, sağ tərəf bərabərdir BC-yə. AC ilə BC bərabərdir və C də sıfırdan fərqli olarsa, buradan çıxır ki, A bərabərdir B-yə. Biz C-nin sıfırdan fərqli olduğunu bayaq ispat elədik. A, B bərabərdirsə, buradan nə nəticə çıxır? F inyektivdir. İnyektiv. Əla. F-in inyektiv olduğunu tapdıq. Gəlin, burada lazımsız şeyləri silək təzədən və başa qaydaq. Deməli, bizim əlimizdə iki nəticə var. Birincisi suryektiv olmaq idi, ikinci isə F-in inyektiv olmağını tapmaq idi. Bəs inyektivliyi necə istifadə edəcəyik? Bayaqları sizə dediyim kimi, əgər mən funksiyalar tapsam, onların içlərini bərabər eləyə bilsəm, məsələ bitər. Bunların içini bərabər eləməmə tək mane olan şey nədir? Buradakı x. Bu x-dan qurtulmaq üçün də intuisiya gəlir ki, x-in yerinə 1 qoyaq. X bərabərdir 1 qoyuram. Buradan tapılır f, f1, üstə gəlinsin fy bərabərdir nəyə? F, y plus 1-ə. Və mənim inyektivlik qaydama görə buradakı f-in içindəki ədədlə buradakı f-in içindəki ədədlər bərabər olmalıdır. Onda buradan nə nəticə çıxır? F1-ə də bir dənə C deyək. Fy üstə gəl C bərabərdir y plus 1. Onda fy bərabərdir nəyə? Y plus 1 çıxılsın C. Və gəlin bu hissəyə də bir dənə C0 deyək. Bizim məsələ dönüşsün olsun nə? Y üstə gəl C0. Yəni bizim funksiyamız, axtardığımız funksiya xətti funksiyadır. Daha sonra fy-nin y plus c0 olduğunu bildiyimizə görə bunu bura yerinə qoyub, yəni fx-ların, fy-lərin bunların yerinə qoyub nəticədə tapa bilərsiniz ki, mən sizə daha sadələşdirilmiş hissəsini deyim. Sol tərəfi açıb yazanda, sağ tərəfi açıb yazanda bütün ifadələr islah olur. Sol tərəfdə bir dənə 2c0 qalır, sağ tərəfdə isə 0 qalır. Və buradan tapılır ki, c0 da bərabərdir 0-a. Onda bizim fx bərabərdir x. İkinci həllimiz və son həllimiz tapılmış olur. Məsələnin cavabı nə oldu? Fx bərabərdir x və fx bərabərdir 0 bütün qiymətlərində. Bu
2 funksiya bizim məsələnin həllidir. Keçək növbəti suala. Elə bütün k natural ədədlərini tapın ki, aşağıdakı ifadə sadə ədəd olacaq şəkildə x, y natural ədədləri mövcud olsun. X to k böl y vur y bölünsün y kvadrat çıx x kvadrat nə olsun? Sadə ədəd olsun. Axtardığımız şey bu məsələnin, bu tənliyin bir növ həllərini tapmaqdır. Bunu tapmaq üçün məsələnin başında bizə problem yaradan şeylər var. Yəni bu ifadə x-ə bölünür, görən bu ifadə x-ə bölünürmü? Bu ifadə y-ə bölünür, bu ifadə də acaba y-ə bölünürmü? Belə problemlərlə qarşılaşdım. Yəni bunu sağa keçirib tənliyi həll etməyə çalışanda ədədlərin bir-biri ilə qarşılıqlı sadə olmaması mənə problem yaratdı. O zaman mən bir qayda tətbiq elədim. Gəl x ilə y-nin əbəbi olsun d, normalda d ilə götürürlər və əvəz eləmə edirlər ki, qarşılıqlı sadə ədədlər yaransın. Yəni x-in yerinə ad yazırlar belə qayda ilə, y yerinə də bd yazırlar. Əgər onların əbəbi d-dirsə, bunu tətbiq edə bilərsiniz. Və a ilə b qarşılıqlı sadədir. Aha. A ilə b qarşılıqlı sadədir. Mənə də lazım olan bu idi ki, onlar qarşılıqlı sadə olsun. D maraqlı deyil, nə olur olsun. Onu da əvəz eləsəm, yerini qoysam bu ifadələri nə alınacaq? D kvadrat B kvadrat çıx A kvadrat. Bu arada məsələni ilk dəfə səhvən x kvadrat çıx y kvadrat üçün eləmişdim və təəssüf verici şəkildə fərqli həllər tapmışdım. D kvadrat vur B kvadrat çıx A kvadrat. Yuxarıda nə alınır? Burada D üstü K, buradan isə bir dənə D gələcək, alınacaq. D üstü K plus 1. A üstü K B. Bərabər nəyə? P-yə. D kvadratlar getsin. D kvadratla D K plus 1 getsin və B kvadrat A kvadratda sağa atıram. Gəlin görək nə baş verir. Buradan nəticə çıxır ki, D üstü K minus 1 vurulsun A üstü K vurulsun B bərabərdir P vurulsun B kvadrat çıx A kvadrat. Ondan qabaq, bu ifadəni bura gətirməzdən qabaq sizə bir claim göstərmək istəyirəm. Claim A ilə bu ifadə ilə A və B qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. Yəni bu ifadə A ilə qarşılıqlı sadədir, bu ifadə B ilə də qarşılıqlı sadədir. Niyə bunu qeyd edirəm? Çünki bu ifadə heç cürə bu ifadəni bölə bilməyəcək. Bu ifadə bunu heç cürə bölənməyəcək. Onda D üstü K minus 1-i bölə biləcək ancaq. Bəs isbatı nətərdir? Çox sadə. Gəlin A ilə B kvadrat çıx A kvadratın əbobuna baxaq. Burada A kvadratlar var, burada A'lar var. Bu A'lar A kvadratları götürə bilir. Yəni istəsəniz bunun yolu da var. Yəni bunu A'ya vurub bunun üstünə gələndə A kvadratlar gedir. Burada nə qalır? Əbob bərabərdir A B kvadrat. Amma A B kvadratın əbobu zaten 1-ə bərabərdir. Çünki biz demişdik ki, A ilə B qarşılıqlı sadədir. Eyni məntiqlə alınacaq bizdə də B ilə də mənfi A kvadrat. O da bərabər olacaq yenə əbob 1-ə. Burada nə nəticə çıxır? Buradan nə nəticə çıxır? B kvadrat çıx A kvadrat bu ifadə heç cürə bunlara toxuna bilmir. Yəni bu ifadə B kvadrat çıx A kvadratla əlaqəli deyil. Yəni bu heç cürə ixtisar girənməz bu ikisi. B kvadrat çıx A kvadratın tək işi D üstü K çıx 1-ləndir. Amma mənim maraqlı olan sizə o deyil. B kvadrat çıx A kvadrat D üstü K çıx 1-ə toxuna bilirsə, bəs bu A üstü K vur B-ni hardan alacağıq? P-dən. Bəli. A üstü K vur B, P-yə bərabər olmalıdır. Hətta bərabər olmalıdır. Çünki A heç cürə B kvadrat çıx A kvadratının parçası olanmır. B də B kvadrat çıx A kvadratının parçası olanmır. Qarşılıqlı sadə olmaqlarına görə. Onda buradan çıxır ki, A üstü K vur B bərabərdir P-yə. Bəs bu nə deməkdir? Burada nəticə o çıxır ki, bu arada K-nın 1 olduğu hal biraz qəribədir. Yəni, K-nın 1 olduğu halda əgər K... Burada bir variant var. Əgər K böyük bərabər 2 olarsa, buradan çıxır ki, A 1-dir. Niyə? Əgər K 2-dən böyük bərabər olsa, bu ifadənin bir dənə Q böləni olsa, bunun içində Q kvadrat olacaq. Sol tərəfdə 2 sadə ədəd var, sağ tərəfdə 1 sadə ədəd var. Bu doğru deyil.
Eğer k böyük bərabərdir 2 olanda a 1'dir. Ama k böyük bərabər k 1 olanda da zaten a 1 olacaq. Görərsiniz. Eğer k 1 olarsa və deyək ki a 1 deyil, onda a p'yə bərabər olmalıdır. Çünki sağ tərəfdə ancaq p var. Deməli a bərabərdir p çıxır. B bərabərdir 1 çıxır. A bu da doğru deyil. Niyə? Çünki a p'yə bərabər olsa mənfi p kvadrat, burada da 1 qalır. 1 çıxılsın p kvadrat. Yuxarıdakı ifadə müsbətdir, aşağıdakı ifadə mənfidir, sağ tərəfdəki ifadə müsbətdir və bu da bir ziddiyyətdir. Doğru deyil. Doğru deyil. Onda biz buradan nə nəticə tapırıq? K1 olsa da, K2-dən böyük bərabər olsa da A bərabərdir 1, B bərabərdir P tapılır. Gözəl. A1 P, B P'yə bərabərdir. Biz bunu necə istifadə edəcəyik? İkinci hissədə. B kvadrat çıx A kvadrat da dedik ki, D üstü K çıx 1'ə bərabərdir. Onda P kvadrat çıxılsın 1 bərabərdir D üstü K çıx 1. Buradan nə nəticə çıxır? Əslində buradan bir nəticə çıxır ki, P kvadrat çıxılsın D üstü K çıx 1 bərabərdir 1'ə. Burada rahat bir hal var. Sonsuz sayda həll yaradan bir hal var. K bərabərdir 2 halı. Əgər K 2'yə bərabər olsa, biz buradan tapırıq ki, D bərabərdir P kvadrat çıxılsın 1. Gözəl. Sonsuz sayda həll yarada bilirik bununla. Çünki P'ni yeni istədiyiniz ədədə qoya bilərsiniz. D P'dən asılıdır. K1 qoya bilmərik. Çünki P kvadrat bərabərdir 2 ödəmir. K bərabərdir 1 olanda P kvadrat bərabərdir 2'nin həlli yoxdur. K böyük bərabərdir 3 olduğunda isə bir məşhur teorem var, Katalan konjektur deyə. Katalan konjektur belə bir şey deyir ki, x üstü p çıxılsın y üstü q bərabərdir 1'in yeganə həlli var. Əslində biz bu teoremi istifadə eləmirik, başqa bir teoremdə istifadə edə bilərik və yaxud da özümüz uğraşa bilərik. Amma Katalan konjektur bunu deyir ki, əgər belə bir hal varsa, bir ədədin qüvvəti çıxılsın digər ədədin qüvvəti arasındakı fərq 1'ə bərabərdirsə, bu ədədlər ancaq və ancaq 3'ün kvadratı çıxılsın 2 üstü 3 ola bilər. Və biz də həmin haldayıq. Buradan tapılır ki, K böyük bərabərdir 3 olanda bir dənə hal var. K bərabərdir 4 olmalıdır. K bərabərdir 4 olmalıdır. P bərabərdir 3 olmalıdır. D bərabərdir 2 olmalıdır. Bu da bizim digər həllimiz olacaq və ortaya çıxacaq. Deməli, nə tapdıq? Bütün hallarda A1'dir, BP''dir. 2 dənə hal var. D bərabərdir P kvadrat çıx 1 olanda biz B'nin qiymətini və A'nın qiymətini tapırıq. Və ikinci bir hal var, bu K2 halındadır. İkinci halda K4 olanda P3 və D2 həlləri ortaya çıxmış olur. Bu da bizim ədədlər nəzəriyyəsi sualının həlli. Keçək növbəti sualımıza. Müvafiq n müsbət ədədi üçün elə ən kiçik müsbət k ədədini tapın ki, 3 vur k ölçülü cədvəlin bütün xanaları elə mənfi olmayan tam ədədlərlə doldurmaq mümkün olsun ki, aşağıdakı şərtlər ödənsin. Hər sütundakı ədədlərin cəmi n-dir. Hər bir sətirdə 0-dan n-ə qədər bütün ədədlərdən ən az bir dəfə istifadə olunsun. Maraqlıdır, amma biraz asan sualdır. Belə bir cədvəl verib. 3'ün k'ya ölçüdə. Deyir ki, buradakı ədədlərin cəmi nə olsun? Birinci, buradakı ədədlərin hər biri n-dir, cəmi n-dir, belə gedir. Və burada istənilən ədəd, yəni 0, 1, 2, hərəsindən ən az bir dənə olsun. Burada da 0, 1, 2, n dənə olsun. 0, 1, 2, n dənə olsun. Gözəl. Bu sualı həll eləmək üçün birinci balaca hallarla işləmək lazımdır. Bu arada n bizə verilib, k-nı tapırıq. Bu arada bu hissədə k-dır. Yəni, bu şərt ödəyən ən balaca k-nı tapmalıyıq. Ən balaca k-nı axtarırıqsa və n verilibsə, n k-dan asılı şəkildə ifadə olunmalıdır. Cavab nədir? Claim. Cavab odur ki, k bərabərdir 3n plus 1 böl 2'nin fluru. Yəni üst hissəsi, yuxarı yuvarlaşdırılmış hissəsi. Cavabımız budur.
Bu cavab çox bədahətən gəlməyib. Təbii ki, bunun isbatı var. Mənim tövsiyəm odur ki, bunun balaca halları üzərində oynayasınız. Məsələn, n-in bərabər olduğu bir halda. n 1 olanda bizim əlimizdəki ədədlər kimlərdir? 0 və 1. Gözəl. Əgər n 1 olsa, gəlin elə belə cədvəl qurmağa çalışaq. Məsəl üçün, 3-ün 2-yə cədvəl bizə bəs eləyirmi? 3-ün 2-yə cədvəl bizə bəs eləyirmi ki, 0 və 1-ləri qoyaq? Hər sətirdə 0, 1, 0, 1, 0, 1 olsun və sütunların cəmi nə olsun? Hər biri n-ə bərabər olsun, yəni 1-ə bərabər olsun. Tamam. Onda bura 0, 1 qoyaq, çünki bu sətiri istifadə eləməliyik. İndi bura 1, 0 qoyuram. Niyə? 0, 1 qoysam bu sütun 2 olacaq. Və mənə axı lazımdır ki, buradakı ədədlərin cəmi 1 olsun. Doğru deyil. Amma 3-cü sətirə nə qoyuramsa qoyum, sütunlardan biri 2 olacağından, yəni bura 0, 0 da qoysaq, problem nədir? Burada 1 istifadə olunmuyub. Əgər bunlardan biri 1 olsa, ya bu, ya bu, sütunlardan biri 2 olacaq. Deməli, K2 bizə bəs eləmir ki, bu cədvəli quraq. Amma mən sizə rahatlıqla göstərərəm ki, 3-ün 3-ə cədvəl şey yarayır. 3-ün 3-ə cədvəldə necə edirik? 1, 1, 1 düzürəm. Hər sütundakı ədədlərin cəmi 1-ə bərabərdir, 1-ə bərabərdir, 1-ə bərabərdir. Qalanlarını 0 qoyuram. Çünki çox da təsiri yoxdur məsələyə. Bəli, bu da mənim konstruksiyam. Həqiqətən şərt ödəyirmi? N-in yerinə 1 qoyanda 1 vur 3, 3, 3 bölü 2, 1.5, onun da yuxarı yuvarlaqlaşması 2-dir. Yəni K2 tapılır. Gözəl. İndi bəs mənim intuisiyam hardan gəlir ki, bu cavabı tapıram? Mənim intuisiyam oradan gəlir ki, bizə deyir ki, K ən kiçik olsun. Ən kiçik. Tamam. K ən kiçik olsun və hər sətirdə istifadə olunan bu ədədlər ən az hərəsindən bir dənə olmalıdır. Mən deyirəm ki, gəl elə hərəsindən bir dənə istifadə edək. Hərəsindən bir dənə istifadə eləməliyəm də, düzdürmü? O zaman bu 3-ün K-dakı ədəd, 3-ün K-ya olan lövhədəki ədədlərin cəmini tapa bilərəm. Hər sətirdəki ədədlərin cəmi nədir? 1, 2, n-ə qədər ədədlərin cəmi ən az. Burada da 1-dən n-ə qədər ədədlərin cəmi, burada da 1-dən n-ə qədər ədədlərin cəmi. Onda S cəm olsun. Bütün cədvəlin cəmi nəyə bərabərdir? 3 vurulsun. N vur n plus 1 bölü 2. Amma burada məsələ qutarmır. Biz bayaqları gördük ki, hər nə qədər bu şərt ödənsə də, bəzi K-larda məsələni həll eləmək olmur. Amma biz K haqqında da məlumat bilirik. Hər sütundakı ədədlərin cəmi tam olaraq n-dir. Onda hər sütunda da K dənə sütunumuz varsa və hər sütundakı ədədlərin cəmi n-dirsə və bizim S-imiz ən az böyük bərabərdir 3n plus n vur n plus 1 bölü 2-dirsə, onda mənim n-kam, yəni ədədlərimin cəmi n-k, çünki hər sütundakı ədədlərin cəmi n-dir, böyük bərabər nə çıxır? 3n vur n plus 1 bölü 2. Hər tərəfi n-ə böləndə nə çıxır buradan? K böyük bərabərdir nəyə? 2-də 3n plus 1-ə. Tamam. Mən deyirəm ki, elə bu bizim cavabımızdır. Mən deyirəm ki, elə bərabərlik halda ödənməlidir. Problem nədir? Əgər n tək ədədsə problem yoxdur. N tək ədədsə, bunun yerinə yazıram 2x plus 1. Həqiqətən də nə alınır? 2x plus 1, 2x plus 2-ni 2-yə böləndə x plus 1, k bərabərdir 3x plus 1 ödəyir. Bərabərlik halını ödəyir. Problem odur ki, əgər n cüt olsa, mənim ədədim tam ədəd deyil. Çünki bu ədəd tək ədəddir, bu ədəd tək ədəddir, tək ədədi cütə böləndə kəsr kimi qalacaq. Və k kəsrə ola bilməz. K tam ədəd olmalıdır. O zaman bu ədəddən sonra gələn ilk tam ədəd bizim şərti ödəyir. Yəni n bərabərdir 2x olanda k-mız nə olmalıdır? Məsələn, bu ifadənin elə bundan sonra gələn ilk tam ədəd bunun flurudur, yəni ceilingidir. Bunun ceilingi nəyə bərabərdir? Məsələn, n-in yeni 2x qoyanda 2-də 3 vurulsun 2x plus 1 ceilingi bərabərdir nəyə? Burada alınacaq nə? 3x plus 3 bölü 2. 3 bölü 2 1.5'dir. 1.5 ilə yuvarlaqlaşır. 3x plus 2 olacaq. Bu da bizim k-nın qiyməti. Deməli, əslində baxanda n tək olanda cavab 2x plus
3 vur x plus 1'dir. K cüt olanda 3x plus 2'dir. Və bunların ikisini də birləşdirmək üçün flurdan istifadə elədim. Bunu da istifadə eləmək olar. Və yaxud da elə bunu da demək olar ki, n tək olanda cavab 3x plus 1'dir, n cüt olanda isə 3x plus 2'dir. Bəs yaxşı. Mən deyirəm ki, elə bərabərlik halda ən balaca ədəddir. Çünki k ən balaca bu ola bilər və mən göstərəcəyim ki, əslində bu bərabərlik halda mümkündür. Məsələn, 2 ilə böldük, n təkalı, n cütalı. N təkalı olsun. Bərabər olsun 2x plus 1'ə. Mənim konstruksiyam olmalıdır və konstruksiyanı sizə göstərərəm. Konstruksiyam nədir? Və ideyası da çox sadə bir ideyadır. Buralar biraz sakit olacaq, çünki sərgəli çəkmək istəyirəm. Tamam. Mənim ideyam nədir? Hər sütundakı ədədlərin cəmi n-dir. Və biz bilirik ki, hər sətirdə n istifadə olunubdur. Onda birinci üçlüyə n bu formada yazıram. Qalan ədədlər 0'dır. Boşluqları bu arada 0 kimi görünün. Yəni hamısına 0 istədiyim qədər yaza bilərəm. Bu sütunlar həll oldu. Gözəl. Deməli bu ilk 3 sütun həll oldu. Gəlin onu qırmızı ilə işarətləyək. İndi keçirəm digər ilk 3 sütuna. İndi mən nə istifadə edəcəm? n-1'i aradan çıxarmağa çalışacağam. n-1, n-1, n-1. Hər bir sətrimdə n-1 varmı? Gözəl. İndi n-1'in üstünə nə gələndə n yaranır? 1, 1 və 1. Birləri də bura qoyanda n yaranmış oldu. Qalanlarında 0 qəbul edin. Oxşar məntiqlə n-2, 2, n-3, 3. Bunları qruplaşdıra gedirəm. Ən axırda nə alınacaq? Deyək ki, bu ən axırıncı mərhələ budur. Bu isə ən axırıncı mərhələdir. Burada da nöqtələr var. Ən axırıncı mərhələdə x plus 1, x plus 1, x plus 1. Burada da alınacaq x, x və x. Hər sətirdə x var, hər sətirdə x plus 1 var. Onların cəmi n'dir. Çünki n bərabərdir 2x plus 1 götürmüşdük. Bununla da konstruksiyamız tamamlanır. Bəs həqiqətən k bərabərdir nəyə? K nəyə bərabər almış oldu? Biz demişdik ki, n tək olanda k bərabərdir 3 vurulsun x plus 1. Bəli, bu doğrudur. Siz əgər bu hissəni saysanız, ya bunların hər birini 2-2 qruplaşdırmışam. 2 dənə ədəd buradadır, 2 ədəd burada, 2 ədəd burada. Belə gedir. 1-dən x-ə qədər. 1-dən x-ə qədər neçə ədəd var? X dənə. Və hər birindən 3 dəfə istifadə olunub 3x dənə sütunumuz var. Üstə gəl, birinci 3 dənə sütunumuz. Buradan da 3 gəlir. Bunları birləşdirirəm. 3x plus 1 şərti ödəyir. Gözəl. Bəs yaxşı, n cüt olduğu halda nə baş verir? N cüt olsa, bərabər olsun 2x-a. Oxşar məntiqdir. Oxşar məntiqdir. Yenə n yazıram. n-1, n-1, n-1 yazıram. Bunu çəkmək istəmirəm artıq. 1, 1, 1. Artıq biz onu gördük. Problem nədir? Biz tək ədədlərdə dedik x plus 1 x-dən qutarır. Həqiqətən də biz bir nöqtədə x plus 1 x-a gələcəyik. Daha doğrusu burada gələcəyimiz nöqtə x plus 2 ilə x plus 2, x plus 2, x plus 2 və x minus 2-dir deyəsən, yox. Daha sonra x plus 1'lər demək istədim. X plus 1, x plus 1, x plus 1. Bunları 2x'e tamamlamaq üçün x minus 1, x minus 1 və x minus 1'ə ehtiyacım var. Gözəl, bunlar n-ə tamamlandı. Əlimdə x-lar qaldı. Mənə hər sətirdə x lazımdır, düzdür? Tamam, bu hissəni bilirik. Bu hissədən neçədən istifadə olunubdur? Burada 3x-dənə sütundan istifadə olunub. Mənim əlimdə qalıb x. X-ları yaratmaqdan ötürü sona 2 dənə sütun əlavə edirəm. Niyə 2 sütun əlavə edirəm görəsiniz. Çünki əgər mən bir sütun əlavə eləsəm, hamısına x qoysam, ədədlərin cəmi 3x olur, 2x olmur. Tamam. Əgər sətirlərdən birinə x qoymasam, 0 qoysam, deməli bu sətirlərdən bir dənəsində x olmayacaq. X anı tapılmır. Ona görə mən 2 dənə sütun istifadə edirəm. Bura x qoyuram, burada x qoyuram. Bunlar 0, 0'dır. Hər sütunların cəmi n'dir. Və bununla da məsələ bitmiş olur.
3x dənə sütun burada istifadə olunub bayaqki konstruksiya ilə. 2 dənə də sütun buradan gəlir. Alınır. 3x plus 2 dənə sütun ümumi istifadə olmuş olur. Bununla da kombinatorika məsələsinin həlli tamamlandı. Ümumi bir keçid eləyək. Birinci tapdıq ki, ədədlərin sayı cəmi NK-dır. Ədədlərin sayının ala biləcəyi ən balaca qiymət 3n vur n plus 1 bölü 2-dir. Hər bir sətir sütunda bu ədədlərin ən az bir dəfə istifadə olunması şərti ilə. Və mən dedim ki, claim elədim ki, bu əslində bərabərlik olmalıdır. Yəni, K bu ən balaca ədədi ala bilər. Ən balaca ədədi alması üçün tək hallara və cüt hallara göz gəzdirdim. Tək hal üçün konstruksiya bu cürdür. Cüt hal üçün konstruksiya əlavə bu blok olmaq şərti ilə bu cürdür. Birində 3x plus 3, birində 3x plus 2 bizim axtardığımız cavabdır. Məncə hələlik bu qədər yetər. Yəni 4 dənə sualın izahını verdik, 1 ilin suallarının izahını verdik və bunlar hamısı açıq suallar, beynəlxalq olimpiyada seçmə imtahanı suallarıdır. Suallar barədə sizə fikrimi bildirim ki, RUFO-da medal qazananlar bu imtahana girdiyi üçün təbii olaraq RUFO-dan çətindir. Yəni buradakı heç bir sual insaflı deyil. Yəni heç bir dənə də sual insaflı deyil ki, siz onu rahatlıqla həll edəsiniz. Yəni buradan bal qazanmaq çətin məsələdir. Ona görə RUFO şagirdləri, RUFO-da medal qazanan insanlar rahat şəkildə bunları eləyəcəklərini düşünməsinlər. Beynəlxalq səviyyəyə çıxmaq istəyirsinizsə, bu cür qaydaları görməyi, intuisiyanı yaxalamağı və çox çalışmağı bilmək lazımdır. Ümid edirəm imtahanınızda yaxşı nəticələr göstərərsiniz, layiqli olan uşaqlar qazanarlar. Məndən bu qədər. 2022-ci sualları üçün də kiçik bir video eləyərəm. Niyə tam video eləyə bilmərəm? Çünki son 2 sualda birində problem var, birində isə çox çətin taktikalar işləndiyi üçün oradan da 3 dənə sualın izahını verən bir video paylaşa bilərəm daha sonrasında. Amma hal-hazırda vaxtımız da az olduğu üçün, yəni ən azından mənim üçün az olduğu üçün videonu burada sonlandırıram. Ümid edirəm bəyənmişsinizdir. Özünüzə yaxşı baxın. Uğurlar, sağ olun.